Bu otaq həm müəllim otağıdır, həm zavuç otağıdır, həm də direktor otağıdır. Balaca bir kümə. Bu Kür Mahmudlu məktəbi artıq neçə illərdir bərbad olub. Bu şəkildə yerdə uşaqlara dərs verilərsə də o dərsin nə keyfiyyət olacaq və müəllimlərin əgər bugün şəraiti yoxdursa, bu şəraitdə müəllim tələbiyə nə öyrədə bilər, şagirdə nə öyrədə bilər ki? Yəni müəllimə burada özü soyuqdan üşüməmək üçün şərait gəzir ki, necə bir dəftər yazsın, nəsə bir yazsın, hazırlaşsın. Yəni burada bu tozun torpağın içində bu vəziyyətdə müəllimin dediyi dərsin keyfiyyəti necə ola bilər ki? O müəllim necə bir motivasiya oluna bilər, necə stil ola bilər ki, geçsin dərs versin, həvəslə dərsə gəlsin, həvəslə sinifə girsin. Məktəbin tikilməsi üçün xeyli Teyyub müəllim pul lazımdır da. Və bu kənd də mənim öz kəndimdir də, deputatın kəndidir. Mən gəldim o tərəfdən palçığın içərisi ilə, bu palçıqla da bura gətirib siniflərə bu palçığı daşır. Bura sinif deyil. Dərs başlıdır. Salam uşaqlar. Allah sizi saxlasın. Bunlar neçənci sinifdir? 3-cü sinif. 3-cü sinif. Maşallah, maşallah. Azərbaycan bayraqları da partaların üzərində. Bayraqları sevirsiniz. Azərbaycan bayrağı. Bax, görürsünüz necə vətənpərvərlik öyrədirlər uşaqlara. Bu yazı taxtasıdır. Bu yazı taxtasıdır. Siz burada dərs keçirsiniz də belə. Bunun üzərində yazırsınız. Bəli, o lövhədə yaza bilmədiyim üçün özüm öz cibimdən alıb gətirib verirəm. Bunu öz cibinizdən alırsınız. Bəli. Siz müəllimə olaraq bunu cibinizdən alırsınız. Bəli. Yaxşı, bu vəziyyətdə indi bu uşaqlar, maşallah, gülçün uşaqlar indi hansı? Yəni, elmə necə yiyələnəcəklər? Bunların həvəsi necə olacaq? Yəni, valideyn uşağını bura necə həvəslə göndərsin? Sağ olun, gözəl balalar. İnşallah gözəl bir məktəbiniz olar. Salam uşaqlar. Salam müəllim. Bu da bir sinif otağı. Başa düşürəm, indi Azərbaycanda çoxlu məktəblər tikilib. Heydər Əliyev fonunda çox böyük məktəblər tikib, müasir məktəblər tikib, dövlət də müasir məktəblər tikib. 400-ə qədər məktəb var ki, yenidən tikilməlidir, qurulmalıdır. Amma ən azından bu yaxşı yerisi olmasa da bunu ki təmir etmək olar. Buna müəyyən bir dövlət vəsaiti ayırıb, bunlara heç olmasa normal bir ləvazimatla ki təchiz etmək olar. Bunlar nə böyük vəsait tələb oldu ki, heç olmasa illik də bir müəyyən bir məbləğlə heç olmasa təmir eləmək olar. Avadanlıqlara təzələmək olar və mən bilirəm ki, avadanlıqlar kifayət qədər var. Yaxşı, bu uşaq burada öyrənib hansı motivasiyanı alıb elm öyrənmək istəyəcək, gələcəyini qurmaq istəyəcək və yaxud valideyn hansı həvəslə uşaqları o məktəbə göndərəcək. Məlumata görə deyirik ki, bu illəri nəzərdə tutulub. Nəsə olunmalıdır bu məktəb üçün. Bu şəkildə yol verilməz.